Gəncə İdman Liseyində Azərbaycan Respublikasının sərbəst güləş üzrə əməkdar məşqçisi Faiq Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir təşkil olunub. Yubiley tədbirinə onu sevən dostları, iş yoldaşları ilə birlikdə idman ictimaiyyətinin nümayəndələri qatılıb. İlk olaraq vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Daha sonra Faiq müəllimin həyat yolunu işıqlandıran Həyat Xətti adlı sənətli film tədbir iştirakçılarına təqdim edilib. Çıxış edənlər bildirib ki, həyatının 15 ilindən artıq müddətini Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin güləş bölməsinə məşqçi müəllim və məktəbin həmkarlar təşkilatının sədri vəzifələrində çalışan yubilyarın gənc nəslinin sağlam yetişməsində əvəzsiz xidmətləri var. Tədbirdə idman və digər sahələrin tanınmış insanları yubilyarın keçdiyi həyat yoluna nəzər salıblar. Vurğulanıb ki, Faiq Məmmədov ömrünün çox hissəsini 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində sərbəst güləş üzrə məşqçi müəllim kimi fəaliyyətə həsr edib. Faiq müəllim məktəbin ictimai-siyasi həyatında da yaxından iştirak edir. 2015-ci ildən ilk Həmkarlar İttifaqı Təşkilatı Komitəsinin sədri kimi İttifaq üzvlərinin mənafeyinin müdafiəsi, əmək, sosial və iqtisadi hüquqlarının qorunmasında mədəni kütləvi idman işləri sahəsində birgə tədbirlərin keçirilməsində yaxından iştirak edir. Səmərəli fəaliyyətinə görə dəfələrlə məktəb rəhbərliyi və Azərbaycan təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb. Faiq Məmmədovun ömür yolu göstərir ki, bir insanın cəmiyyətə faydası həm gördüyü işlərlə deyil, həm də yetişdirdiyi nəsillərlə ölçülür. Onun cəmiyyətin sağlam və güclü gələcəyinin formalaşmasında oynadığı mühüm rol ömür yolunu və fəaliyyətini də əvəzsiz edir. Tədbirin sonunda çıxış edən yubilyar gələn qonaqlara onun haqqında xoş sözlərə görə təşəkkür edir. Bildirib ki, bundan sonraki qalan ömrünü də idmanın inkişafına həsr edəcək. İştirak ettiğiniz için